Salam hörmətli şagirdlər və müəllimlər. Sizin monitorinq qrupumuzda xoş gördük. Qeyd edim ki, monitorinq qrupumuzda hər gün monitorinq sınaqları və izahlar göndərilir, plus əlavə sinif sınaqları da göndərilir. İmtahana qədər hər gün sınaq, imtahandan sonra BSQ-yə hazırlıq və sınaqlar göndəriləcək. Qrupumuza qoşulmaq istəyən müəllimlər 055 441 94 91 nömrəsi ilə əlaqə saxlaya bilər və yaxud da ki, riyaziyyat müəllimi Orxan Bayramova yazıb qrupumuza qoşula bilərlər. Və yalnız bir dəfə 11 AZN ödəniş edəcəksiniz, daha ödəniş yoxdur və məktəb bağlanana qədər bütün materialları əldə etmiş olacaqsınız. İndi isə gəlin keçəyin birinci sualımıza. Birinci sualımız belədir. Deyir ki, x və y kəmiyyətləri düz mütənasibdir və bu şərtə əsasən n plus n istəyir bizdən. Biz bilirik ki, uşaqlar, düz mütənasiblikdə y bərabərdir, kx olur. Və biz buradan eləyəcəyik. Onun qrafiki də belə deyək, k müsbət olanda qrafiki 1 ilə 3-cü lübdən keçir. K-nın işarəsi mənfi olanda uşaqlar, əlavə məlumat üçün deyirəm, 2-ci və 4-cü lübdən keçir. İndi gəlin sizə burada bir şey verədim. Əgər x və y düz mütənasibdirsə, yəni biz k-nı tapanda nə edirdik? Y-i bölürdük x-ə. Deməli, hər yerdə y-in x-ə nisbəti bərabər olmalıdır. Gəlin baxaq indi uşaqlar. 6-nı 2-yə böləndə 3 eləyirsə, deməli, m-i də 4-ə böləndə cavab 3 eləməlidir. M də bərabərdir 3 vuraq 4, yəni 12. Eyni şeyi n içində eləyək. N-i bölək 0,1-ə, bərabər eləyək 3-ə. Tənasüb kimi baxın, çarpaz vursaq, n bərabərdir 3 vuraq 0,1, cavab eləyir 0,3. Deməli, bizdən soruşur m-lə n-in cəmini, yəni 12 üstə gəl 0,3, o da eləyir 12,3. Keçək növbəti sualımıza. Saatda 160 km gedən bir maşın 45 dəqiqəyə neçə kilometr yol gedər? Uşaqlar, bunu daha çox məntiqlə də eləyə bilərik. Nə deməkdir? Əslində tənasüb də qura bilərsiniz. Məsələn, gəlin birinci tənasübdən quraq, sonra daha rahat yol öyrədim sizə. Saatda 160. Bir saatımız nə qədərdir? 60 dəqiqə. 60 dəqiqəyə nə qədər yol getdi? 160. Alt-altanı düz yazın. Dəqiqanı dəqiqanın altdan yazırıq. Yolu yolun. 45 dəqiqəyə nə qədər gedər? Bilmirəm uşaqlar. Və burada düz mütənasib asıllıq var. Yəni, artdıqca artar, azaldıqca azalar. Düz mütənasib asıllığı olanda kəpənək kimi vururuq. 60 vuraq x bərabərdir 45 vuraq 160-a. İşiniz daha rahat olsun deyə hər tərəfi 10-a bölürsünüz uşaqlar. Baxın. Sonra gəlin hər tərəfi 2-yə, məsələn 3-ə bölək, burada qalsın 2. 3-ə bölək, burada qalsın 15. Sonra hər tərəfi 2-yə bölək. Burada qaldı sadəcə x. 2-yə bölsəz qalacaq 8. Deməli, 15 vur 8 eləyir 120. Laf sizə çətindirsə uşaqlar, belə də yaza bilərik. Baxın, ixtisar eləyək. X bərabərdir 45 vuraq 160 bölək 60. Və beləliklə biz kəsrin ixtisarından istifadə etsək də yenə 120 ala bilərdik. Başqa bir üsul, ikinci üsul məntiq yoludur. Deməli, 160 km yol gedən bir maşın 45 dəqiqə, 1 saata deməli 160 gedirsə 45 dəqiqə. 15 dəqiqə 15 dəqiqə 4 yerə bölsək, uşaqlar baxın, 15, 30, 45 və 60. Bu saatın 45 dəqiqə 4də 3 hissəsidir. Deməli 160-ın elə 4, yəni 45 dəqiqə 1 saatın 4də 3 hissəsidir. Onda belə eləyəcək, 160-ı bölərəm 4-ə, vuraram 3-ə, o da eləyər 120. Bu da ikinci yolumuz idi. Keçək növbəti sualımıza. Üçüncü sualımız belədir. 1 bölək 0,1. Deməli, biz bilirik ki, ədədi 0,1-ə, 1000-də 1-ə, 100-də 1-ə böləndə tərsinə olur. Elə ki, məsələn, normalda 0,1-i siz 10-a vursaydınız, bir vergül sağa çəkərdiniz, deyərdiniz ki, müəllimə cavab 1 eləyir. Amma bölmədə uşaqlar 0 bölünsün 0, məsələn 1 bölünsün 0,1000-də 1-dirsə, siz onda böləndə vergülü sağa çəkirsiniz, yəni tərsinədir. O da eləyir 1000. Niyə tərsinədir uşaqlar deyim? Məsələn 1 bölək 1000-də 1. Bunu kəsirlərin bölünməsi kimi baxsaq, kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalacaq və ikincinin tərsinə vuracaq. Yəni vuracam 1-də 1000-ə. Cavab eləyəcək 1000.
Gördünüzmü? Bu qayda hardan gəldi? Deməli, bu oldu 1000. Yazım sizin üçün. Bu sıra oldu 1000. Sonra 1-i böləyin uşaqlar 0.1-ə. Biz dedik axı 0.1, 1000-də 1, 100-də 1-ə böləndə vergül sağa çəkilir. Məsələn, vergüldən sonra bir rəqəm var. 1-in sağına bir dənə 0 yazacaqsınız, 10 eləyəcək. 10 da buradan aldın mı? Üstə gəlin 10. Sonra uşaqlar 0.1-i 0.25-ə bölmək istəyirsinizsə, gəlin vergüldən zamımızı qutaraq. Vergüldən sonra 2 rəqəm var. Burada da vergüldən sonra 1 rəqəm var. Yadınızda saxlayın, böyüklər həmişə qalib gəlir. Yəni 2 dənə olduğuna görə 100-ə vuraq. 100-ə vursaq 0.5-i, yəni belə deyək də 0.5 vur 100. Uşaqlar 2 vergül sağa çəksəz 5, birini də çəkirəm 50. Burada da 100-ə vursaz olur 25. 50 böl 25. Elədi 2. Deməli, cavabımız belə oldu. 1000 üstə gəl 10 çıx 2. O da eləyəcək 1008. Yəni D variantı. Növbəti 4-cü sualımız. 4-cü sualda uşaqlar, biz görürük ki, bu açıq bucaqdır. Açıq bucaq neçə dərəcədir? 180 dərəcədir. Deməli, biz gördüyümüz bu 2x, üstə gəl x, üstə gəl x-i toplayıram və bərabər edirəm 180 dərəcəyə. 4 dənə x bərabərdir 180-da. X-imiz da edir 184-ə böləcəyik uşaqlar. Çünki vuruq, hasil. 180-də 4-ə böləndə eləyəcək 45. Əla. Məndən soruşur BOS. Haradır BOS uşaqlar? Baxın, BOS. Yəni 2x olan hissə. Mən də x-i 45 tapdığıma görə 2x nədir? Yəni 2 vuraq x deməkdir. 2 vur 45. O da eləyir 90. Yəni C variantı. Növbəti 5-ci sualımız. Perimetri 140 cm olan bərabər yanlı üçbucağın. Bərabər yanlı üçbucaqlar nədir? Yəni yan tərəflər. Baxın, bu böyürlər bir-birinə bərabər olur. Həm də bərabər yanlı üçbucağın uşaqlar xatırlayın, oturacağına bitişik bucaqlar bir-birinə bərabərdir. Məsələn, bura 40 dərəcədirsə, burada olur 40 dərəcə. İndi deyir ki, perimetr. Perimetr nədir? Bütün tərəflərin cəmidir. Üçbucağın oturacağı yan tərəfindən 1,5 dəfə böyükdür. Uşaqlar, mən bilmirəm yan tərəf nədir. Yazıram A, burada yazıram A. Çünki bərabər yanlıdır. 1,5 dəfə böyükdürsə, yazıram 1,5 A. Perimetr dediyinə görə A üstə gəl 1,5 A bərabərdir. Perimetrimiz 140-a. Bir dənə A, bu da bir 2 dənə A. 2 dənə A-nın üstə 1,5 dənə A gəlsəz, eləcək 3,5 A bərabərdir 140-a. İndi uşaqlar, A-nı tapmaq üçün 140-ı böləcəksiniz 3,5-ə. Gəlin vergülü məhv edək. Vergüldən camımızı qutaraq uşaqlar. Neyini yazsın müəllimə? 3,5-in arxasında bir dənə rəqəm var da, belə deyək də, vergüldən sonra bir rəqəm var, 10-a vuraq. Yadınızda saxlayın ha. Məsəl üçün, əgər siz 10-a vurursunuz, onda gərək 140-ı da 10-a vurasınız, 3,5-i də 10-a vurasınız. Bu da kəsirin əsas xassəsidir. 140, qoy bura yazın uşaqlar, baxın. 140-ı vurdum 1400, bunu da 10-a vurdum, oldu 35. İndi 1400-ü böləyin 35-ə. Nə qədər düşəcək uşaqlar? 4 dəfə buradan 140, 0-ı da qoyuruq 40 dəfə. Deyək, bu üçbucağın oturacağını tapın. Baxın, çalışıb orada 40 qeyd eləməyin. Ola bilərdi ki, variantlarda 40 da verərdi. Biz tapdıq, bizdən soruşur oturacaq. Oturacaq haradır? Bax, yerə söykənən hissə oturacaqdır. Əslində yanlar da oturacaq ola bilər. Necə? Əgər fırlatsaq. Normalda bu yan tərəf sayılır. İndi, amma bu aşağı olduğuna görə oturacaqdır. 1,5-i vuracam 40-a. Bunu necə vuraram? Beynimdə tez uşaqlar. Yazaram 1,5 vur 4 vur 10. Yəni siz kalkulyator olmadan da, məsələn vərəqdə hesablamadan da tez yaza bilərsiniz. 1,5 10-a vuranda biz bilirik ki, cavab 15 eləyir. 15-i də 4-ə vurduq, elədi 60. Yəni D variantı. Tez bozar hesablama üsuludur bu uşaqlar. Sonra növbəti sualımıza baxalım. Deyir ki, bir dəqiqə uşaqlar. Bir saniyə. Arxan divarı 3 günə, sənanıza 2 günə boyarır. Onlar birlikdə divarı neçə günə boyarlar? Gəlin sizin üçün bir qəşəng düstur deyim. Deməli, biri hər ikisi eyni, belə deyək də, yəni bu boru hovuz məsələsi deyil ki, biri doldursun, biri boşaltsın və mən çıxma qoyum.
İş məsələlərini həll etmək istəyirsinizsə, sürətlər yazırsınız A vur B, məxrəci də A plus B. Boru hovuz məsələlərində ikisi də eyni anda dolursa, ikisi də eyni anda boşaltsa, yenə bu düsturu eləyə bilərsiniz. Amma boru hovuzda biri doldursa, biri boşaltsa uşaqlar modulun içində də bunların fərqinə bölürlər. Amma indi əsl düsturu da deyəcəm. Yəni bu tez bazar hesablamaq istəyirsinizsə, A vur B bölünsün A plus B-dən burada istifadə edək. 3 vur 2 bölünsün 3 üstəgəl 2. 6-nı da 5-ə böləndə o da eləyəcək 1,2. Yəni 1,2 saata bitirərlər. Amma əsl düstur nədir uşaqlar? Əsl düsturumuz belə idi. A-da 1 üstəgəl B-də 1 bərabərdir T-də 1-ə. Yəni siz burada 3-də 1 üstəgəl 2-də 1 bərabərdir T-də 1 yazsaq, uşaqlar ortaq məxrəcə gətirək. 3 ilə 2-nin ortaq məxrəci 6-dır. 6. Buranı 3-ə vuraq. Buranı da 2-yə vuraq kəpənək kimi. 1 vur 3. Üstəgəl 2, 5 bərabərdir T-də 1-ə. 6-da 5 bərabərdir T-də 1-ə. Çarpaz vursaz 5T bərabərdir 6-ya. Buradan da 6-nı bölürsünüz 5 eləyir 1,2. Amma baxırsınızmı, birinci düsturumuzda zamana qənaət eləmiş olduq. Sonra 7-ci sualda gəlin birinci hesablayaq, sonra aparıb yerinə qoyarıq. 9 dənə M-dən 5 dənə M çıxanda 4 dənə M eləyir. Amma uşaqlar ola bilərdi sizə verərdi 9A çıx, məsələn 5B. Siz ömür boyu bunları bir-birindən çıxanmazsınız, əgər A-nın B-nin qiymətini bilməsəniz. Çünki A1-də A-dır, birində B-dir. Amma burada hər ikisində dəyişən M olduğuna görə, məsələn, alma ilə almanı toplayırsan, deyirsən almalar. Amma armudla almanı toplayıb almalar deyənməliyik uşaqlar. Və 9 dənə M-dən 5 dənə M çıxırıq, 4 dənə M. Demək bizim misalımız belə olur. Yəni ifadəmiz belə olur. 12 vuraq 4 M. O da bərabərdir. 12 vuraq 4. M nədir? Yəni burada vurma işarəsi var əslində. 4 vuraq 8. İndi eləyək uşaqlar. Deməli 12-ni 4-ə vuraq 48, vuraq 8-ə 64, 32, 38, 384. Hardadır? A variantında. Növbəti 7-ci sualımıza baxaq. 7. Görürüm 7 hara qaçdı uşaqlar? 7. Aha. 7-ni dedik, 8-ə baxaq indi. Aha. Rəsud qiyməti 250 azlayan olan velosipedin qiymətini 20% endirdikdən sonra neçəyə almış olacaq? Yadınızda bir şey saxlayın. Mən sizə daha rahat üsul deyim. Bir şey tam olaraq 100%. Əgər 20% endirirsə, yerdə qalır 80%. Yəni siz uşaqlar vaxta qənaət eləmək istəyirsinizsə, elə 250-nin 80%-ni tapın. Yəni ədədin faizini tapanda, ədədi faiz göstərən ədədə bizim faizimiz 80 oldu. Vurub 100-ə bölürük. Baxın, burada da ixtisarlar gedir. 25-i 8-ə vururuq, eləyir 200 manat. Deməli 200 manata alar. Bu daha rahat yoluydu. Yəni məsələn deyir 30%, məsələn desəydi 30% endirimlə, deməli mən 70%-ni tapardım. Desəydi 40% endirimlə mən 60%-ni tapardım 250-nin. Amma başqa bir yolda deyim, siz adətən necə edirsiniz? Belə edirik. Siz 250-nin 20%-ni tapırsınız. 250-ni 20%-i tapdayanda əslində 5-ə də bölə bilərsiniz. Tez bazar üsuldur. 250-ni vurursunuz 20-yə, bölürsünüz 100-ə. Eləyir 50. İkincidə 50 manat endirimlə alır. 250 manatdan 50 manatı çıxacaqsınız, eləyəcək 200 manat. Yəni bu da ikinci üsulumuzdur. Ürəyiniz hansı üsul istəyir, onu da öyrənin. 9-cu sualda deyir ki, bərabərdir çek üstəgəl B funksiyası 1,5 nöqtəsindən keçərsə B-ni tapın deyir. Deməli uşaqlar, bax bu koordinatlarda bu x-in nöqtəsidir. Apsis deyirlər buna, apsis oxunda yerləşir. Bu y-dir, ordinat oxu. Baxın, apsis oxu budur uşaqlar. X. Ordinat oxu, bax budur. Bu birinci rübdə x-in də, y-in də işarəsi müsbətdir. İkinci rübdə sizin x-iniz mənfi olur, y-iniz müsbət olur. Üçüncü rübdə x da, y də mənfidir. Dördüncü rübdə isə x-imiz müsbətdir, y-imiz mənfidir. Yəni bunu bilərsiniz, koordinat şəbəkəsində də görə biləcəksiniz. Nəysə, indi uşaqlar, gəlin burada x-in yerinə 1 qoyaq. 3 vur 1, üstəgəl B bərabərdir. Y-in yerinə 5 qoyuram. Alınır 3 üstəgəl B bərabərdir 5-ə. Buradan da B bərabərdir. 5 çıxaq 3-ə, o da elədi 2. Yəni B variantı.
10-cu sualımıza baxaq. 10-cu sualda deyir ki, velosipedçi 2,2 saata 19,8 kilometr yol getdi. Velosipedçi həmin sürətlə 1,8 saata nə qədər yol gedər? Birinci sual uşaqlar, ürəyiniz istəyirsə tənasüb quraq. Məsələn, baxın 2,2 saata nə qədər getdi? 19,8 1,8 saata, çünki sürət dəyişmir, x gedir. Və çarpız şəkildə vurursunuz. 2,2 vuraq x bərabərdir. 1,8 vurulsun. Deməli, 19,8-ə. Və buradan x bərabərdir. 1,8 vurulsun 19,8-i böləcəksiniz 2,2-yə. Yəni, bu sizin, belə deyək də, tənasüb yolunuzdur. Orada da 16,2 alırsınız. Məsələn, ixtisarlar aparırıq. Tutam 2-yə ixtisar aparacaqsınız 1,1. 2-yə ixtisar aparacaqsınız 0,9. 19,8-i də 1,1-ə böləndə düşəcək demdə sizə 1,8 düşür. Aha, 1,8. Baxın, bir dəqiqə. 18 uşaqlar. 1,8 yox, 18. Sonra gətirirsiniz 18-i də vurursunuz 0,9-a. 8-ə 9, 72. 9, 7 yadda 16, 0, 0. Uşaqlar, baxın, vergüldən sonra bir rəqəm olduğuna görə misalın cavabında soldan bir vergül sola çəkilir. 16,2 edir. Amma bir dənə də qəşəng yol deyim sizə, o da daha rahatdır. Məsələn, gəlin birinci cümlənin haqqını verək. 2,2 saata 19,8 kilometr yol getdi deyirsə, 19,8-i bölərəm 2,2-yə, sürəti taparam uşaqlar, sürət 9-dur. İkincidə 1,8, yəni gedilən yolu tapmaq istəyirəmsə, saatı sürətə vuracam. 1,8-i 9-a vuranda eləyir, elə bil 18-i 9-a vururuq uşaqlar. O 162, vergüldən sonra bir rəqəm varsa eləyir 16,2. A variantı. Sonra 11-də deyir, çoxluğa bərabər olan çoxluğu tapın. Uşaqlar, bərabər olan o deməkdir ki, laf yerini dəyişib də verə bilər. Problem yoxdur. Məsələn, 4, 7, 9-dursa 11, 9, 7, 4 də verə bilər. Əsas odur ki, bütün elementlər üst-üstə düşsün. Yəni, bunda olan bunda da olsun. Mütləq şəkildə hamısı olmalıdır. 7 burada da var, burada da var. 9 burada da var, burada da var. Amma 5 yoxdur. Görürsünüz, C variantı uyğun deyil. Məsələn, gəlin baxaq B variantına. Baxın, 4 burada da var, burada da var. 7 burada da var, burada da. 9 burada da, burada da. 11 burada da, burada da. Deməli, cavab B-dir. Yəni, elementlərin sayı bərabər olmalıdır. O, bizim yerlərini dəyişib də verərdi. Eyni şeydir. Sonra, məsəl üçün, tam versəydi uşaqlar 4, 7, 9, 11, 13. Amma bərabər olmazdı. Bilirsiniz niyə? Çünki 13 burada olardı, orada yoxdur. Sonra 2-də 7 kəsiri ilə yazıram 2-də 7. Tərsi nədir uşaqlar? Sürətlə məxərəcin yerini dəyişirsən. Yəni 7-də 2-nin fərqi də deyildiyinə görə çıx. 2 ilə 7-nin əkobu 14-dür. Baxın, 14-ü bunu kəpənək kimi vuran vurursunuz 7-yə. 14-ü 7-yə böləndə də 2. Bu tərəfi də vurursunuz 2-yə. 7 vur 7, 49. Çıxaq 2 vur 2, 4. Eləyir nə qədər? 14-də 45. Yəni A variantı. Sonra keçək 13-cü suala. 13-cü sualda deyir ki, avtobus Bakıdan Qəbələyə 14:00-da yola düşdü. 1,6 saat sonra Qəbələyə çatdı. Avtobus saat neçədə? Burada Qəbələyə yazıb, Şamaxı yazıb. Burada yaxşı, gəlin yazaq. Saat neçədə Qəbələyə çatdı? Qəbələyə. Aha. Deməli, burada nə eləyəcək uşaqlar? 1,6 saat. Qoy 1 saat qalsın qıraqda. Görək 6-da 1 saat nədir? Və yaxud da ki, 1,6-1-i çevirirəm düzgün olmayan kəsrə. 6 qalır. 1 vuraq 6, 6. Üstədə 1 gəlirəm, 6-da 7 saat. Uşaqlar, 6-da 7 saatı dəqiqəyə çevirmək istəyirsinizsə, 60-ı, 1 saatımız 60 dəqiqədir. Bölürsünüz 6-ya, vurursunuz 7-yə. Eləyir 70 dəqiqə. 70 dəqiqədən sonra, yəni 70 dəqiqə 1 saat 10 dəqiqə deməkdir. 14:00 üstə 1 saat 10 dəqiqə gələndə eləyəcək 15:10. Yəni D variantı. Növbəti 14-cü sual.
2 vur 2 vur 3 vur 7, 3 vur 5 vur 7 olarsa deyir Əkob AB çıx Əbob AB-ni tapın. Uşaqlar, sadə vuruqları hazır şəkildə ayrıq verib biz gedirik işləməyə. Baxın, 2 Əkob odur ki, böyüyü götürək. Gəlin məsələn A-nı götürək. 2 vur 2 vur 3 vur 7 də A-nı götürdüm. Gedib baxıram çatışmayanlara. Baxıram 3 özümdə də var, bunda da var. Amma 5 ilə 7 yoxdur özümdə. Görürsüz? 2 2 3 7 var, amma 5 ilə 7 yoxdur. Deməli onu da özümə götürürəm. Vur 5 vur 7. İndi görək cavab nə idi uşaqlar? Hesablayaq. Bir də uşaqlar burada 7 də var. Baxın, biz burada diqqətsizlik eləmişik. Bax, 7 burada da var, burada da var. 2 vur 2 vur 3 vur 7. Bir dənə 5-i götürəcəyik özümüzə. 7 varımızda. Baxın, mən niyə bir 7-ni görmədim? Hə, bir 7 var burada. İndi gəlin hesablayaq. 2 vur 5 10 eləyir. 3 vur 7 21. 21-i 2-yə vurursuz 42. 42-ni də ona vuranda 420. Qruplaşdırma üsulu ilə elədim. Baxın, asanatlarının asanatları elədim. 420. Deməli, Əkobumuz 420-dir. Yadınızda saxlayın. Əbobda nə edirik? Ortaq olanları götürürük. Yəni, əkizlər. Görək nə var əkiz? Bir dənə 3 var. Burada da 3 var. Bir dənə 7 var. Baxın, burada da 7. Deməli, 3 vur 7 bizim olacaq əbobumuz. 21. 420-dən də 21 çıxanda uşaqlar eləyir 399. Cavab C variantı. Növbəti. 15-də deyir ki, 8-in kvadratı. 8-in kvadratı vuraq 15-in kvadrat ədədinin sadə vuruqlara ayrılışı. Nə 15, nə də 8 sadə ədəd deyil. Gəlin çevirək. Uşaqlar, 8 2-nin kubudur. Yəni 2-ni 3 dəfə öz-üzünə vurursunuz. 2-nin kubu, onun da kvadratı olanda eləyir 2-nin üstü. Baxın, qüvvətin qüvvəti olanda 3-ü vurursunuz 2, eləyir 2 üstü 6. 2 üstü 6. 15 üstü 2-ni isə uşaqlar yaza bilərikmi? 3 üstü 2 vuraq 5 üstü 2 kimi yaza bilərik bunu. Deməli olacaq 3 üstü 2 vuraq 5 üstü 2. Cavab B variantı. Sadə, hamısı sadədir. 16-cı sualda A ədədinin 10-a bölünməsindən alınan qalıq 9-dur. Bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapır. Əgər A ədədini 10-a bölə biliriksə, deməli 5-ə də bölünəcək. Amma qalıq 9-u deyilsə, bu tiplərdə qalıqla işləyirsiniz. 9-u bölün 5-ə, qalıq 4 eləyəcək. 17-ci sualımıza baxaq. 17-ci sualda A vurulsun 3xy bərabərdir 21xy. Hər tərəf xy-ə bölürük. Getdi. A vurulsun 3 bərabərdir 21z-ə. Deməli, A bərabərdir 21z-i bölürsüz 3-ə. Cavab eləyəcək 7z. Yadınızda saxlayın bunu. İkinci misalda 5y hər tərəfi, baxın y-ləri silirəm. Hər tərəfi y-ə böldüm. B bərabərdir 75-i 5-ə böləndə mənfi 75 edir, mənfi 15, z tərəfi də qalır. İndi mənə deyir A plus B. 7z-in üstə gəlirsiniz, mənfi 15z. Mənfi ilə də müsbət toplayanda bilirsiniz. Modulda böyük olandan kiçiyi çıxırsınız modulca B-dən. Amma modulca böyük olanın işarəsini qabağa gətirirsiniz. Yəni ki, mənfini qabağa gətirirsiniz, 15-dən 7 çıxırsınız, cavab eləyir mənfi 8. Amma z tərəfi də var da burada. Mənfi 8z. Sonra 18-də deyir ki, 44 və 24 ədədlərinin ortaq olmayan sadə vuruqların hasilini tapın. Yəni, əkiz olmayanları istəyir bizdən. 44-ü bölürəm 2-yə, 22. Bölürəm 2-yə, 11, bu da 11. 24-ü bölürəm 2-yə, 12. Bölürəm 2-yə 6, bölürəm 2-yə 3, 3. Bunu da yazdıq. Ortaq olmayan nədir? Yəni, əkiz olmayan. Bax, burada bunlar əkizdir. Bunlar əkizdir. Daha əkizlər yoxdur. Deməli, yerdə qalır 11. Vurulsun. Bax, buradan bir dənə 2. Çünki bunun dostu yoxdur. Bax, bu üçün də dostu yoxdur, uşaqlar. Hesablayanda eləyir 66. Sonra, sahəsi 144 kvadrat santimetr olan kvadratın daxilinə çəkilmiş çevrənin diametrini tapın. Uşaqlar, kvadratın daxilinə çəkilmiş çevrənin diametri elə kvadratın öz tərəfidir. Baxın, daxilinə çəkiləndə. Gördünüz? Deməli, əgər kvadratın sahəsi 144-sə, yəni siz düşünürsünüz ki, görəsən nəyi öz-özünə vuranda 144 eləyər? 12 vur 12. Deməli, hamımız 12-dir. Və belə çıxır ki, bizim diametrimiz də elə 12-dir. 20-ci suala baxırıq. Deyir, 4 ədədin ədəd ortası 40-dır. Uşaqlar, ədəd orta nədir? Ədədləri toplayıb sayına bölür. Məsələn, sizə desilər ki, 1 ilə 2-nin ədəd ortasını tap, 2-dən ədəd dilə, toplayırsınız, sayına bölürsünüz. Məsələn, burada olacaqdı 1/5.
İndi burada tərsini verib, ədədi ortanı verib uşaqlar. Mən bunların istəyirəm cəmini tapım. 40-ı vuracam 4-ə, bunların cəmi 160-dır. Bu 1. İkinci cümlədə deyib, digər 6 ədədin ədəd ortası. Yenə də baxın, ədəd ortanı verir, mən istəyirəm bunların cəmini eləyim. Deməli, tərsini eləyirəm da. 6 vururam 100-ə, eləyəcək 600. İndi bunları toplayaq. 600 ilə 160-ı toplayıram. Nə qədər elədi? 760. Toplamda uşaqlar, baxın, 4 ədəd buradan, 6 ədəd buradan, 10 dənə ədəd var. Ədədi ortanı da tapanda onların cəmini artıq bilirəm. Axı 760-ı böləcəm 10-a, çünki sayı 10-dur. Cavab edir 76, yəni A variantı. Sonra 21-ə baxaq. Perimetri 64-də olan kvadratın sayısını tapın. Uşaqlar, kvadratın perimetri düsturu P bərabərdir 4A-dır. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Düzdürmü? İndi buradan nə bilim yazaq 4x-də lap belə deyək. Burada da A hərfi var, çaşmayaq. Perimetr 64-dırsa, deməli hər tərəf 4-ə bölsək, məsələn perimetri verib kvadratın tərəfini istəyirsə, 64-danı bölürük 4-ə. O deyir 16, bir də A hərfi. Sahəsini tapıyanda sahə düsturu S bərabərdir A vurağa, yəni A kvadratıdır. 16A-nı 16A-ya vuranda, baxın, burada olacaq 16 vur 16, 256, amma A-nın kvadratı. Baxın, A-nı 2 dəfə özünə vuranda, uşaqlar, A-nın kvadratı olur. A-nı 3 dəfə özünə vuranda A vura olur. İndi keçək digərinə. Deməli, 22-də radiusu ilə diametrin cəmi 48 cm olan çevrənin radiusunu tapın. Biz bilirik ki, diametr radiusun 2 qatıdır. Deyir, radiusu ilə diametrin yerinə 2 radius qoyuram, 48-dir. 3 radius bərabərdir 48-ə, radius bərabərdir 48-i 3-ə bölürsünüz, edəliyir 16 santimetr. Cavab 16. Deyir, A ədədini 5-ə böldükdə qalıq 3 alınır. Bayaqlar bir izahda dedim ki, bu tiplərdə qalıqla işləyirsiniz. Baxın, 3 qoyaq. A-nın yerinə 3 qoyuruq, başlayırıq işimizi görməyə. Deyir, 3A üstə gəl 4 ədədini 5-ə böldükdə qalıqdan 2 alınır. 3 vur 3, üstə gəl 4. Eləyir 13. 13-ü 5-ə böləndə, uşaqlar 2 dəfə düşür, qalıq da 3 eləyir. Yəni, bu o 3 deyil, sadəcə təsadüfən biz qalığı 3 aldıq. Amma yəni bunun qaydası belədir ki, bu qalığı gətirib burada yerinə qoyursunuz, hesablayırsınız. Bu da maraqlı bir misaldır. Modullu tənliyi həll eləmək istəyirsinizsə, bir dəfə uşaqlar özü kimi eləyin. X üstə gəl 8, bərabərdir 14 qoyun. X bərabərdir 14 çıx 8 eləyir 6. İkinci üsul ola bilər ki, modulun içində mənfi 14 olar. Yəni, mənfi 14-ü 14-dən modulda müsbət 14 çıxardı. Yəni, iki halı düşünürsünüz modullu tənliklərdə. Bir dəfə özü, bir dəfə mənfisi kimi. X üstə gəl 8-i mənfi 14-ə bərabər eləsək, X eləyəcək mənfi 22. Mənfi 22-ni də 6-ya vuranda mənfi 132 edəcək. Yəni, 24-də mənfi 132. Baxağın 25-ci sualımıza. Deyir, sinifdə qızlar oğlanların 5də 3 hissəsini təşkil edir. Oğlanlar bütün sinifin hansı hissəsini təşkil edir? Qızlar oğlanların yəlik halda ın olanda məxrəcdədir. Yəni, yuxarıya qız yazırsınız, aşağıya oğlan yazırsınız. Və 5də 3-dür. Uşaqlar, qıza gəlin deyək 3K, oğlana deyək 5K. Bu sinifdə cəmi neçə uşaq var? 3K üstə gəl 5K qədər. Oğlanlar bütün sinifin hansı hissəsini təşkil edir? Baxın, 5K-da oğlan. 8-də, baxın, 8K və 5K. K-ları tullasaq, yəni ixtisar eləsək, cavab eləyəcək 8-də 5. Keçək B variantımıza. B variantında deyir ki, X və Y kəmiyyətləri tərs mütənasibdir. Deməli, burada tərs mütənasibdirsə, nə edəcəyik? Y bərabərdir düsturu K böl X-dir. Baxın uşaqlar, qrafiki hiperbola əyrisidir. Buna hiperbola deyirlər. K böyütü 0 olanda 1 3-dən keçir. Mənfi olanda uşaqlar, bax qrafiki belə bir şey alınır. Baxın, 2 4-dən keçir. İndi burada da bax, diqqətlə baxın. K bərabərdir, çarpaz vursaq, X vuraq Y. Deməli, bu tip cədvəllərdə K bunların hasilini verir. Hasillər bərabər olur. Yəni, 2 vur 8 16-dırsa, burada da hasil 16 olmalıdır.
Deməli 4 vur m-i də 16-ya bərabər eləsəz, m-iniz 16-nı 4-ə bölsəz 4. 0,5 n-i də bərabər eləsəm 16-ya, n-imiz eləyəcək nə qədər? 32. Həqiqətən də baxın, 32-ni 0,5-ə vuranda eləyir 16. İndi məndən nə istəyir? Bunların cəmini. M üstəgəl n. 4 üstəgələk 32. O da eləyir 36. Növbəti. Saatda 200 km yol gedən bir maşın 45 dəqiqəyə nə qədər yol gedər? 45 dəqiqə 1 saatın, baxın, 4də 3 hissəsidir. 15, 30, 45. Elə siz burada 200-ün 4də 3 hissəsini tapa bilərsiniz. Bölərsiniz 4-ə, vurarsınız 3-ə, eləyər 150. Amma başqa yol uşaqlar, baxın, mən A variantında demişdim, tənasüb qura bilərik. 1 saata, yəni 60 dəqiqəyə gedər 200, 45 dəqiqəyə gedər x. 60 vur x bərabərdir 45 vurulsun 200-ə. Buradan da x bərabərdir 45 vuraq 200-ü bölürsünüz 60-a. Yenə də uşaqlar alacaqsınız, deməli nə? 150. Aha. Sonra baxaq 3-ə. 1 bölək 0,1. 1-i 0,1-ə böləndə sanki vergülü sağa çəkirik. Burada eləyir 100. 1-i 0,1-ə böləndə, yəni 1-i sanki bir vergül sağa çəkirik. Bu eləyir 10. 0,5-i 0,25-ə bölmək istəyirsinizsə uşaqlar, sürət və məxrəci 100-ə vursaq. Burada eləyəcək deməli 50. Burada eləyəcək 25. 50-ni də 25-ə böləndə 2. Deməli, misalımız oldu belə 100 üstəgəl 10 üstəgəl 2. Yəni A variantı. Burada alınmalıdır. Sonra şəkilə əsasən AOC-ni tapın deyir. Açıq buzaq 180 dərəcədir. 4x bərabərdir 180-da. X də bərabərdir 35-ə. 35 nə idi? 45-ə. 45-ə. İndi mənə deyir ki, AOC-ni tap. AOC-miz 3x-dir. 45-i də 3-ə vuranda eləyəcək 135-dir variantı. Sonra baxaq. Burada da görürsünüzmü BB yazılıb, amma A olmalıdır. Deməli, 5-ci sualımızda deyir ki, perimetr 70 olan bərabər yanlı çıxacaq. Bərabər yanında nədir? Yanları bərabər olsun. Baxaq. Deyir ki, oturacağı yan tərəfindən 1,5 dəfə böyüdür. Bura x yazaq, bura x yazaq. 1,5 dəfə böyütsə, bura yazaq 1,5x. Yəni oturacaq buradır. Uşaqlar toplayaq. X üstəgəl x üstəgəl 1,5x eləyir 3,5x. Düzdürmü? Yəni perimetrimiz 3,5x-dir. 3,5x-i də bərabər eləyək 70-ə. X də bərabərdir. 70-i bölürük 3,5-ə. Hər tərəfi 10-a vursaq 700 bölək 35. O da eləyir 20. İndi məndən nə istəyir? Oturacağı. Oturacağım 1,5x-sa 1,5-i x-imiz 20-dir. Vururam 20-yə. Sanki 1,5 vur 10 vur 2 kimi düşünün. 1,5 10-a vursaz 15, 2-yə vursaz 30. Yəni D variantı. 6-cı suala baxaq. Deyir Ayxan divarı 4 günə, Sənan isə 2 günə boyayır. Onlar birlikdə divarı neçə günə boyarlar? Ən qəşəng rahat üsul A vur B bölünsün A üstəgəl B. Baxın iş məsələlərində. Amma əsl düstur belə də uşaqlar. A-da 1 üstəgəl B-də 1 bərabərdir T-də 1-ə. Yəni siz burada 4-də 1 üstəgəl 2-də 1-i bərabər edirsiniz T-də 1-ə. Həll edə bilərsiniz. Amma qəşəng üsul da biri budur. 4 vur 2 8 bölünsün 4 üstəgəl 2-yə. Yəni 8 bölək 6-ya. O deyir 2-yə bölsəz 3-də 4. Yəni B variantı. 7-ci sualda uşaqlar, baxın 8 dənə M-dən 5 dənə M-i çıxırsınız, eləyir 3 dənə M. 13 vurulsun 3 dənə M. 3 dənə M isə 3 vuraq M deməkdir. M-in də qiymətini bilirəm. 13 vur 3 vur 6-dır. 13 3-ə vururuq 39, 6-ya da vururuq 54,
18, 23, 234. Sonra baxaq neçənci suala? 8-ci. Deyir, rəvan qiyməti 200 AZN olan velosipedin qiymətini 10% endirdikdən sonra neçəyə almış olacaq? Baxın, 10% endirirsə, bir şey tam olaraq 100%-dir. Yerdə qalır 90%. Siz elə tez bazar 200-ün 90%-ni tapın. 200-ü vurun 90-a, bölün 100-ə. Eləcə 180 manat. B variantı. Amma başqa bir yol, siz nə edirsiniz uşaqlar? 200-ün 10%-ni tapırsınız. Eləyəcək 20. 200-dən də 20 çıxanda eləyir 180 manat. Yəni B variantı. 9-cu sualda da deyir y bərabərdir 2x minus b funksiyası 1,6 nöqtəsindən keçərsə b-ni tapın. Mən nə edəcəm? Bu x-indir. Yəni absis oxu deyirlər. Bu da y-in koordinatıdır. Buna da ordinat oxu üzərində yerləşir. Baxın, absisin üzərində yerləşən budur uşaqlar. X və bu da y. X-imiz 1-dir. Məsələn, 1-i burada götürürsünüz. Y-iniz 6-dırsa, məsələn, 6-nı da burada götürəndə, baxın, nöqtə düşür birinci rübə. Nəysə, apıraq yerinə qoyaq. 2 vuraq 1, çıxaq b bərabərdir 6-ya. Alırsınız 2 çıxaq b bərabərdir 6-ya. B də bərabərdir 2 çıxaq 6. O deyəcək uşaqlar -4. 10-cu sualda. 10-cu sualı rahat yolla gedək. Velosipedçi 1,2 saata 9,6 km yol gedir. Gəlin velosipedçinin sürətini tapaq. 9,6-nı bölək 1,2-yə. Eləyir 8. Velosipedçi həmin sürətin, sürəti 8-dir. 1,4 saata nə qədər yol gedər? Gedilən yolu tapmaq üçün sürəti zamana vurursunuz. O deyir 11,2, yəni B. Başqa cür isə siz tənasüb qura bilərsiniz. Tənasübdə necə? Baxın, 1,2 saata 9,6 gedir. 1,4 saata x gedir. Çarpaz belə vurun. 1,2x bərabərdir. 1,4 vuraq 9,6. Hər tərəfi də 1,2-yə bölsəz, burada qalacaq 8. X də bərabərdir. 1,4-ü 8-ə vuranda 11,2 eləyər. Yəni B variantı. 11-ci sualda deyir, çoxluğuna bərabər olan çoxluğu tapın. 5, 8, 9, 1. Yəni hər bir element olmalıdır. Baxın, 1, burada da var, burada da var. 5, burada da var, burada da. 8, burada da, burada da. 9, burada da, burada da. Deməli, cavab D variantıdır. Amma baxın uşaqlar, burada 5, 8, 9 var, amma 11 yoxdur. Deməli, bərabər deyil onda. 12-ci sualda deyir ki, 3də 5 kəsiri ilə tərsinin fərqi. Baxın, 3də 5, tərsi 5də 3-dür. Ortaq məxrəcə gətirirəm 15. 15-i 3-ə böləndə bura 5 yazıram, bura 3 yazıram. 5 vur 5, 25. 3 vur 3, 9. 25-dən 9 çıxırsınız. Cavab edir 15-də 16. Yəni B variantı. 13-cü sualda deyir, avtobus Bakıdan Qəbələyə 12:00-da yola düşdü. 1,6-da 5 saata. Uşaqlar, 1,6-da 5 saat, yəni 1 saat. 6-da 5 saatı da dəqiqəyə çevrəsi olsam, deməli yazacağım nə? 60 dəqiqanı bölürsünüz 6-ya, vurursunuz 5-ə. 50 dəqiqədə buradan. Deməli bizdən soruşur 1 saat 50 dəqiqədən sonra. 12 saatın üzərinə gəlirsiniz 1 saat 50 dəqiqanı. O deyir 13:50. Yəni C. Sonra 14-ə baxaq. 14-də deyir ki, Əkob AB, Əbob AB fərqini tap. Uşaqlar, burada bir dənə qəşəng yol var, amma tez görmək lazımdır. Əgər Əkob AB-də, məsəl üçün, A-nı B-yə bölmək mümkündürsə, cavab elə A olur. Baxın, burada bu, məsəl üçün, belə bir şey deyim də sizə. Əkob, tanım ki, 24, 12. Siz görürsünüz ki, 24-ü 12-yə bölmək olar, cavab elə 24-dür. Əbobda olsaydı, məsələn, Əbob 24-12 olsaydı, siz görürsünüz ki, 24-ü 12-yə bölmək olur, Əbobda balacanı götürürlər. Yəni 12-ni götürəcəksiniz. İndi mən də burada baxıram ki, əslində bunlar bir-birlərinə bölünürlər. Baxın uşaqlar, 3 var, 3 var. 5 var, 5 var. 7 var, 7 var. Deməli, bir-birlərinə bölündüyünə görə elə ki, bunun özünü götürürük. Yəni, A-nı götürürük. 5 vur 2, vur 3, vur 7. Bu bizim əkobumuzdur. O da eləyir 210. Əbobumuz da elə budur. Biz dedik ki, məsələn, bizdən soruşur, təsəvvür edin 210-la 105-in əbobunu. 210-u 105-ə bölə bilirsinizsə əbobda. Elə cavab 105-dir. Deməli, əkobumuz 210 oldu, əbobumuz 105 oldu. Bunlar da bir-birindən çıxanda uşaqlar 105 edir.
Sonra 15-ci sualda deyir ki, ədədin sadə vuruqlara ayrılışı aşağıdakılardan hansıdır? 4-ü yazaq 2-nin kvadratı, üstə də 2. Uşaqlar, qüvvətin qüvvəti olanda, baxın 2-nin üstü, bax bunlar bir-birinə vururlar. 4. 21 üstü 3-ü isə belə yaza bilərikmi? 3 üstü 3, vuraq 7 üstü 3. Bax, əsası parçaladıq. Deməli, sonda belə bir nəticə oldu. 2 üstü 4, vuraq 3 üstü 3, vuraq 7 üstü 3. Bu da D variantı. Sonra 17-ci suala baxaq. 17-ci sualda belə bir şey eləyəcəm. Baxın, hər tərəfi x, y-ə bölsəz, A vurulsun 3 bərabərdir 15 z-ə. Burada A bərabərdir 15 z 3-ə bölürsünüz, eləyir 5 z. Daha sonra burada hər tərəfi 5 y-ə bölsək, B bərabər olacaq -5 z-ə. Uşaqlar, bunları da toplayası olsaq, müsbət 5 z ilə -5 z də toplayanda bir-birinin əksidir. Cavab eləyir 0. Sonra 18-ə baxaq. Deyir ki, 32 və 24 ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasilini tapın. Ortaq olmayan nə deməkdir? Yəni, əkiz olmasınlar. Baxın, lor dirdədək də. 32-ni 2-yə bölək 16, 2-yə bölək 8, 2-yə bölək 4, 2-yə bölək 2. 24-ü 2-yə bölək 12, 2-yə bölək 6, 2-yə bölək 3, 3. İndi gəlin görək əkiz olmayanlar hansıdır? Baxın, bu əkizdir, bu da əkizdir, yəni ortaqdır, baxın. Da bundan sonra əkiz tapa bilmirəm. Onda belə çıxır ki, ortaq olmayanlar 2 vur 2 buradandır, bir dənə də 3. Cavab elədi 12, C variantı. 19-da deyir ki, sahəsi 256 kvadrat santimetr olan kvadratın daxilinə çəkilmiş çevrənin diametrini tapın. Uşaqlar, kvadratın sahə düsturu A vuraq A-dır. Siz düşünürsünüz ki, Allah, görəsən nəyə vursam 256 eləyər? Deməli, A-mız 16 santimetrdir. Kvadratın tərəfi 16 santimetrdirsə, baxın, elə diametri də 16-dır. Fikir verin. A variantı. Deyir ki, 3 ədədin ədəd ortası 50-dir. Uşaqlar, ədəd orta nədir? Ədədləri toplayırsınız, sayına bölürsünüz. Məsələn, 1, 2, 3-ün ədəd ortasını tapdıysa, 1 üstə 2 üstə 3 gəlirsiniz, sayı 3 dənədir, bölürsünüz 3-ə. Ədəd orta olur, məsələn, 3. Ola bilərdi 5 dənə ədəd olsun, toplayıb 5-ə bölərsiniz. İndi bunun tərsini eləyəcəyik. 3 ədədin ədəd ortası 50-dirsə, 3-ü vurursunuz 50-yə, eləyəcək 100. 150. 7 ədədin ədəd ortası 200-dürsə, 7-ni vuracaqsınız 200-ə, eləyəcək 1400. İndi uşaqlar, bunları toplayaq. 1400-ün üstünə gələk 150, çünki bizdən 10 ədədin ədəd ortasını istəyir. Bölək 10-a. Mən bu 10 ədədin cəmini bilirəm də. 1550 bölək 10. O da eləyir 155. Sonra perimetri 44A olan kvadratın sayısı. Uşaqlar, biz bilirik ki, kvadratın perimetri P bərabərdir 4A düsturu ilə hesablanır. Yəni, sizə perimetri verib tərəfini istəsə, indi bu A ilə bu A-nı qarışdırmayın. Tərəfini istəsə, siz 44A-nı böləcəksiniz 4-ə, deməli tərəfiniz olacaq 11A. Sahə də A vur A olduğuna görə, yəni siz 11A-nı vurursunuz 11A-ya, o deyil 121 A-nın kvadratı. Baxın, 2 dənə A varsa A kvadrat olur. 3 dənə olanda A kubu, 4 dənə olanda A üstü 4. Sonra radiusu ilə diametrinin cəmi. Baxın, diametri radiusun 2 qatıdır. Bax, bunu 5-ci sinifdən də keçmişsiniz. Radiusun üstə 2 radius gəlirsiniz, bərabər edirsiniz 36-ya. 3 radius bərabərdir 36-ya, radius bərabərdir 36-nı 3-ə bölürsünüz, o da eləyir 12 santimetr. 23-ə baxaq. A ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Uşaqlar, bax, burada da yenə, məsələn, siz qalıqla işləyin. Məsələn, qalıq 3-də, gətirin bu 3-ü A-nın yerinə qoyun. Və yaxud da ki, başqa bir üsul, hansısa bir ədəd düşünün, 5-ə böləndə qalıq 3 olsun, məsələn, 8. Gətirin A-nın yerinə 8 qoyun hesablayın. Amma laf qəşəng üsul, gətirin qalıqla işləyin. 4 A, o deməkdir ki, 4 vuraq A. 4 vur 3, üstə gəl 6, eləyir 18. 18-i də 5-ə böləndə qalıq 3. İndi təsadüfdən bayaq da 3 almışdıq deyəsən A variantında. Sonra 24-cü sualda, baxın, modulu tənliyi həll eləmək istəyirsinizsə, ola bilər ki, x üstə gəl 5, yəni modulda 12 eləyib cavab, müsbət 12. Ona görə birinci halda müsbət 12-yə bərabər edirsiniz. 12-dən 5 çıxırsınız, cavab eləyir 7. İkinci halda uşaqlar, indi biriniz deyirsiniz ki, ay özüm, bəs 5-ə mənfi imiş.
Həqiqətən də modulda -12-dən də -12 çıxacaq. Ona görə də bir dəfədə uşaqlar x-5-in -12 olmasını düşünəcəyik. X də bərabərdir -12 çıx 5, x eləyir nə? -17. İndi kökləri hasil, yəni x-larınız sizin köklərinizdir. -17 vur 7 eləyir 49, mənfi, qocurum o birində neçə almışdım? 12-dən 5 çıxırıq 7, aha 17. Aha. Deməli, burada da alırıq 119. Sonra baxaq 25-ə. Sinifdə qızlar oğlanların 7-də 3 hissəsini təşkil edir. Qızlar oğlanların. Qızı sürətdə yazıram, oğlanı məxrəcdə yazıram. 7-də 3. Gəlin uşaqlar, qıza deyək 3K. Oğlana deyək 7K. Bütün sinifdə nə qədər uşaq var? 3K üstəgəl 7K qədər. Oğlanlar bütün sinifin hansı hissəsini? Oğlan 7K deyə. Sürətə yazıram 7K. Deməli, belə bir şey alıram. 10K-da 7K. Baxın, K-lar getdi. Cavab oldu 10-da 7. 10-da 7, yəni 0,7 də yaza bilərsiniz onluq kəsirlə. Və salam. Qrupumuza qoşulmaq istəyən şagirdlər və yaxud da ki, müəllimlər varsa, bizim nömrə ilə əlaqə saxlaya bilərlər. Baxın, əlaqə nömrəmizi qeyd elədim. Hər gün bir monitorinq sınağı paylaşılır və izahı əlavə sınaqlar da həcc olunur. Monitorinq imtahanı bitdikdən sonra BSG-yə hazırlıqlar və sınaqlar göndəriləcək. Bizimlə əlaqə saxlayıb qrupumuza qoşula bilərsiniz. Və yaxud da ki, riyaziyyat müəllimi Orxan Bayramovla da əlaqə saxlayıb qrupa qoşula bilərsiniz.